Bize Allah hikayeni harda buyurur Allah Kur'an-ı Kerim'de. Düşünün. Ve bütün belalar bir insanda toplanır. Bakın. Bir insanda toplansa ne olur bu boy belalar? İnsan dözebilmez. Öldürmek için axtarırlar. Öldürəcəklə yaxalasalar. İkinci, mal yoktu, mülk yoktu, işi yoktu, yaşamaya bir yeri yoktu, həyat yoldaşı yoktu, evladı yoktu. Hamısı bir insana toplanır. Kim idi o? Musa Aleyhisselam. Musa Aleyhisselam Firavunun adamlarından bir nəfəri öldürdüğü için gəlib deyirlər ki, çıx, səni öldürəcəklər. Baxın, neyniyir? Xaraca minə xaifən, qorxu halda çıxır, tərk edir. Misri tərk edir, gəlir hara? Mədiyənə. Tanımır yolda, Mədiyənə gəlir. Mədiyənə gələndə görür ki, bir su başında iki nəfər yanır, bir iki qadın. Neyinirsiniz burada? Çobanları gözləyirik. Uyu böyüdü, su çıxardacaqlar, biz də qoyunlarımıza su verəcək. Neynir? Onlara Musa güclü olur. O qapağı tək açır. Su verir. Və sonra ağacın kölgəsinə çəkildi, bir kəlmə dedi. Rabbi inni limə ənzəltə iləyyə min xeyrin fəqir. Öz dilimizə baxın, əzbərləyin bu duanı. Ey Rəbbim, sənin mənə bəxş edəcəyin hər xeyrə möhtacam. Acizliyə etiraf. Baxın. Ey Rəbbim, sənin mənə bəxş edəcəyin hər xeyrə möhtacam. Yəni, ey Rəbbim, ancaq sənə möhtacam. Bütünlüklə sənə möhtacam. Heç bir şeyim yoxdur. Öldürmək üçün axtarırdılar. Yemək yox, mal mülk yox, vəzifə yox, yaşamaya yeri yox, həyat yoldaşı yox, evladı yox, heç kimsədə yox. Baxın, heç kimsədə yox. Hətta deyir ki, rivayətlərdə Musa Aleyhisselam acılıqdan deyir, yəni qarnı belinə yapışmışdı, bağırsaqlar görsənirdi. Yəni bu qədər ac, uzaq bir yoldan gəlib. Baxın, nə ilə yaxınlaşdı? Yəni ibadət, acizlik. Yəni möhtacam sənə. Dərhal cavab gəldi. İki bacıdan birisi gəldi, dedi ki, atam səni çağırır. Nəyə görə? Su verdin qoyunlarımıza, onun əvəzini vermək istəyir. Mal gəldi, birinci mal. İkinci, sonra gəldi, dedi, nə olub? Dedi, mən Misirdən qaçmışam, qorxu içərisində. Dedi, nəcəvtə minəl qavmə zalimin. Zalimlardan xilas oldu. Yəni, əmin-amanlıq gəldi. Bitdi. Üçüncü, səni qızlarımdan birisini evləndirmək istəyirəm. Ailəsi oldu, həyat yoldaşı. Dördüncü, burada qal deyir, 8 il işdə. İşdə gəldi. Bir kəlməyə. 4 dənə şey birdən gəldi Musa Aleyhisselam. Niyə? Çünki əzəmət möhtəşəm bir duadır. Yəni, bu duanı edərkən sadəcə dinlə demidi, qəlbən hiss etmək. Ey Rəbbim, sənin mənə bəxş edəcəyin hər xeyrə möhtacam. Yəni, baxın, 4'ü birdən gəldi. Bir kəlmə ilə. Ona görə deyirlər, ən əzəmətli bir dua. Çünki orada nə var? Ey Rəbbim, sənə möhtacım ancaq. Yəni, sənin qulundan. Tavhid kəlməsi bu deməkdir. İstiğfar, yəni bağışla, yəni sanki içərisində bağışlama diləməyi var, acizlik diləməyi var, möhtaclıq var. Mən sənin qulunam. Dərhal gəldi. Nə möhtəşəm bir duadır. İnsan gəlin neyləsin? Bu dualı dilindən düşürməsin.